Bakıdakı Medavra klinikasında aprelin 30-da burun əməliyyatı keçirən Şəmkir sakini Nigar İlham qızı Budaqlı həkimlərin səhlənkarlığı səbəbilə koma vəziyyətinə düşüb. Əməliyyatı cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib. Nigarın hüquqlarını müdafiə edən vəkil Rusif Eminli bizim media açıqlamasında bildirib ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır. Ekspert rəyi həkimlərin təqsirini sübuta yetirib, amma 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər cinayət məsuliyyətinə cəlb olunmayıb. Hazırda Nigar ev şəraitində müalicə alır. Onun vəziyyəti kritik olaraq qalır və qida belə qəbul eləyə bilmir. Nigar. Nigar. Ailənin vəsaiti Nigarın xəstəxana şəraitində müalicəsinə çatmadığı üçün yaxınları Bakıda kirayə ev tutub. Nigarı komaya salan lord cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva ilə əlaqə yaratmağa çalışdıq. Cərrah Yaqub Əsədinin köməkçisi bildirdi ki, həkim anasının vəziyyəti ilə bağlı İrandadır. Sözü gedən hadisə isə əməliyyatdan əvvəl baş verib və məsuliyyət anestezioloq Cəmilə Əliyevadadır. Medavra klinikasının baş həkimi Mirəzim Zaidov saytımıza açıqlamasında məsul həkimlərin artıq klinikada çalışmadığını və işin məhkəmədə olduğunu deyib. Maraqlıdır, həkimlərin təqsiri olmasını ekspert rəyi 6 aydan artıqdır ki, sübut edib, amma həkimlər hələ də həbs olunmayıb. Ölüm ayağında olan Nigarın taleyi isə sual altındadır. Nigar.